Bugün xalqımızın ən sevimli adətlərindən biri İlaxır çərşənbədir. Baharın gəlişini müjdələyən, bolluk, bərəkət və yeni başlanışların simvolu sayılan bu günlə bağlı xalqımızı səmimi qəlbdən təbrik edirik. Novruz bayramına da sayılı günlər qalıb. Bəs kimlər artıq Novruz bazarlığını edib, kimlər bayram bazarlığını son günlərə saxlayıb? Təbii ki, hamı kimi xırda-xırda alırıq, baxırıq ki, satış yerləri çoxdur, bir-birindən fərqli qiymətə. Maşallah da bolluqdur. Xüsusən də Özbəkistandan gələn nəfələr çox xoşumuza gəlir qozda. Yerli Zakatala şabalıdır, Qəbələ şabalıdır. Çox gözəldir. Bəs qiymətlərdən razısınız? Qiymətlər həm razıyam, həm razı deyiləm. Müəyyən qədər. Çünki bir-birindən fərqli var. Satış yerləri də, satanlar da bir-birindən biraz fərqli o alış qiymətinə görə, amma bolluqdur. Nələri ala bilirsiniz, nələri ala bilməmisiniz? Bilirsiniz, ailə külfət sayına görə biz qismən, həm də çox yeyən bir ailə deyilik. Şirniyyatı zadı çox yemirik. Bayramdır, təbii ki, plov bişirilməlidir, atributudur, süfrəmizin şah əsəridir. Mütləq onu bişirməliyik. Özünüz bişirirsiniz, yoxsa alırsınız? Təbii ki, yox, bizdə özümüz bişiririk. Əlbəttə etmişik. Biz bazarlara üstünlük vermirik. Belə deyək, 2000-ci ildən biraz qabağa təbəq olduğumuza görə artıq bizim üçün deyil o bazarlar, belə düşünürəm ki. Bizim üstünlüyümüz supermarketlər, hipermarketlərədir. Bəli. Bayram bazarlığını tam etmişsiniz yəni? Əlbəttə. Nə qədər xərciniz çıxıb? Təxmini olaraq 80-100 manat arası təkcə bunun şirniyyatlarına çıxıb. Bəs qiymətlərdən razısınızmı? Qismən razıyıq. Biraz artımlar müşahidə olunur. O da ki, normal bir haldır. Yəni, Nələri ala bilmişsiniz bayram süfrəsində, nələri ala bilməmisiniz? Hələ ala bilmədiyimiz şükür Allaha ki olmuyor. İnşallah da olmaz. Bilməmişəm, mənim ailəm böyükdür, 2 nəfərik. Hər şey var evdə. Allaha şükür. Nələri almısınız, Allaha şükür, nələri ala bilməmisiniz? Almaq da fikrim yoxdur, hər şey evdə var. Qiymətlərdən razısınızmı bəs? Mən heç doğrusu da fikir vermirəm də, nə istər-istəməz almalıyıq da, almışıq. Problem yoxdur, hər şey yaxşıdır. Təki millətimizin bayramı mübarək olsun, əmin-amanlıq olsun, sakitlik olsun, can sağlığı olsun, hər şey düzələr. Onlar xırda şeylərdir. Çatışmayanlar çox şeylər var. Ümumiyyətlə demək olmaz ki, bu gün digər günlərdən fərqlidir bazarımızda. Bunu demək olmaz artıq. Bəs bazardakı qiymətlərdən razısınızmı? Xeyr. Bazarlarda qiymət çox yüksək həddə satıb. Demək olar ki, bazara nəzarət yox dərəcəsindədir. Kim necə istəyir elə də qiymətlər qoyurlar. Ümumi nəzarət yoxdur bazara. Bayram bazarlığını artıq etmişəm. İlk öncə mən xalqımızı bu gözəl gün münasibəti ilə, İlaxır çərşənbə münasibəti ilə ürəkdən təbrik eləyirəm. Hər kəsin süfrəsi bol ruzili bərəkətli olsun, canı sağlam olsun inşallah. Qiymətlərdən razısınızmı? Qismən razıyam. Nələri ala bilmişsiniz, nələri ala bilməmisiniz? Hələ ki çərəzlər almışam, amma şirniyyatlar hələ ki hazır deyil tam da. Şirniyyatları özünüz bişirirsiniz? Xeyr, özüm sənətçi olduğuma görə işlə əlaqədar çatdırmıram və məcburam ya sifariş eləyim, ya da marketdən alım. O qiymətlərdən razısınızmı? Qane eləyir. Evdən gedirlər, mən gedirəm. Xanım gedir, nə isə alır, o alır, mən almıram. Ümumiyyətlə, qiymətlərdən razısınızmı? Yox, kim razı ola bilər? Buna 50 kövrü bölü manat yarım. Etmişəm. Nələri ala bilmişsiniz, nələri yox? Demək olar ki, hər şeyi almışam, amma hərəsindən az-az. Qiymətlərdən razısınızmı? Qiymətlərdən heç vaxt razı olmamışam. 3 il bundan əvvəlki gəlirə görə də 3 il bundan əvvəlki qiymət də pis idi. İndiki gəlirə görə indiki qiymətlər də normal deyil. Təxminən nə qədər xərciniz çıxıb? Onu da tam dəqiq deyə bilməyəcəm, amma yəni mən yenə də belə deyim, işləyirəm hal-hazırda, bir gəlirim var. Ona uyğun nə isə eləyə bilirəm. Etmişik də, pişirmişik də. Qeyd edəcəyik bu gün axır çərşənbə, sabah bayram axşamıdır bayramlar. Həmişə xalqımıza xoş günlər, əmin-amanlıq, sakitçilik, bol-bol ruzi, can sağlığı birinci növbədə arzu edirəm. Sizin də bayramınız mübarək.